Fevral ayının 24'ü Ramazan ayının 6-cı günüdür. Ramazan ayının 6-cı günü üçün imsak vaxtı 05:57, iftar isə 18:40. Ramazan ayının 6-cı gününün imsak duası belədir. Tərcüməsi: İlahi, öz minnət və qüdrətinlə məni bugün sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə. Məni qəzəb şallaqları ilə vurma və məni bugün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu. İftar duası. Tərcüməsi: İlahi, səndən ötürü oruç tutdum. Sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlanma sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul eləsin. Onu da qeyd edirik ki, rayonlarda fərqli ola bilər. Təqvimdə dəqiq baxmağınızı tövsiyə edirik. Əli Ağayev Ələkbər. Salam əleykum əziz hacı. İş tapmaq üçün hansı dua etmək lazımdır? Hara gedirəm iş alınana yaxın, yox cavabı alıram. Bu düyünün səbəbi nə ola bilər? Təşəkkürlər, Allah razı olsun. Valla, belə deyədəm, axtarış eləyir də, başa düşdüm, belə deyir, axtarıram, tapa bilmirəm. Mənəvi səbəblər ola bilər olsun. Mənəvi səbəblər olur bəzi vaxtlar ki, insan qapıları bağlanır da, hara gedir, görsənlər, elə bil, heç nə. Açıq qapılar belə bağlanır, o ki, qaldı, bağlı qapılar. Mənəvi səbəblər adətən ailə münasibətlərində olan, yaxşı olmadığı təqdirdə, bu xanıma da aiddir kişiyə də, o bərəkət çəkilir, evin ruzusu çəkilir. Ona görə evdə dava qırğın düşəndə elə xanıma da sərf eləmir. Evin ruzusu bərəkəti çəkilməyə başlayır. Evdəki ailə ilə münasibətlər korlansa, oradan düyünlər ola bilər həyatımızda. Ata-ana da düyünlər ola bilər. Haqqunnas varsa, bu da. Amma bir də inşallah, indi bunlar öz yerində mənəvi səbəblər. Bir də cəhd eləyək, bəzi vaxtlar görürsən, adam axtarır, bir müddətdən sonra Allah bir yerdə, güman eləmədiyi yerdə qapı açır. Xanım Hacər Səfa ilə Mərvədə axtarırdı, Zəmzəm qıraqda qaynadı. Amma Hacər xanım get-gəl elədi. Bizim işimiz axtarmaqdır. Zəmzəm indi harada qaynayacaq özü bilir. Gözəl. Selamun əleykum. Nur üzlü hacımız. Mənim 11 yaşım var. Bu yaşda oruç tutmaq olar? Xanımdır, bəydir. Qız uşağıdır. O tutmalısınız, bəli. Allah qəbul etsin. Bir də qüzüstürəm, mən addan Bella yazılır. Yoxdur, oğlan uşağıdırsa 11 yaşında yetkinlik dönəmi deyil də. Amma tutsa nə yaxşı olar ki, asız öyrəşsin. İstifadəçi adı Belladır, ona görə mən dedim. Bəlkə də oğlan da bilmirəm. Gülbahar Alxasova yazır. Həcim, mən 3 uşaqlıyam, çatdırıb hərdən namazı vaxtında qıla bilmirəm, günahdırmı? Bax, şivə ilə yazıblar hacı. Mən bəzən oxumaqda çətinlik çəkirəm. Şivə ilə, Bakı şivəsinin, ləhcəsi ilə yazıblar. Allah sizdən razı olsun. Çox sağ olsun. Mən nə söz deyim sizə? İnsanın bəzi vaxtlar gündəlik saatları bərəkətsiz olur. Hər şey qarışır bir-birinə. Baxsan, heç də işi görüb qutara bilmirsən. Elə belə sadə bir məsələ çətinləşir. Bir dənə iş görürsən, 2 saatı görüb qutara bilmirsən. Düz deyim. Buna deyirlər bərəkətsiz saatlar. İnsanın saatlarını bərəkətli eləyən amillərdən biri namazdır. İnsan bəzi vaxtlar namazı deyir ki, 4-5 dəqiqə, 15 dəqiqə vaxt ayırmayayım. O 15 dəqiqənin bədəli budur ki, işlərin qarışır. Heç də düz gətirmir. Ona görə namazlarınıza diqqət edin. Namaz sənin vaxtını almır, vaxtını ömür verir, həyat verir, bərəkət verir, nəfəs verir. Namazlarınızı qəzaya verməyin. Yallah. Deməli, Nailə Xəllova hacı deyirik ki, Allah insan üçün hər şeyin yaxşısını istəyir, bəs zəlzələni, seli, tsunamini və s. niyə yaradır? Baxın, bunlar təbii hadisələrdir. Onların da elə deyil ki, heç bir xeyri yoxdur, faydası yoxdur. Onların da xeyri var, faydalı tərəfindən, məsələn, alimlər söhbət açırlar, danışırlar. Bir də insan həyatı yalnız dünyadan ibarət deyil. İnsan həyatı yalnız 70 ildən ibarət deyil. İnsan ruhu əbədi bir varlıqdır,
qalandır, bitmir, hər şey bununla qurtarmır. Və bu da dünyanın bundan başqa cür ola bilməzdi ki. Bəli. Yəni, dünya, belə deyək də, yalnız sənin istədiyin kimi, mənim istədiyim kimi gedə bilməz. Onun bir başqa faydaları da var, xeyirləri də var o zəlzələnin ki, ona görə o olmasa o faydalardan məhrum olar dünya. Bəli, bu qədər. Mixayk Məlikova, salam, necəsiz? Allah razı olsun. İbrahim surəsi sonuncu ayəni izah edə bilərsiniz, zəhmət olmasa. İbrahim surəsi. İbrahim 255 ayə sonuncu ayə dillər, hə? Tapdım. Yəni, bismillah. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Hâzə bəlağun linnas və liyunzəru bih və liya'ləmu ennəmə huvə ilah vahidun və liyəzəkkəru ulul əlbab. Bunun əvvəlinə gəlib baxımda liyəcziyallah kullə nəfsin ma kəsəbət deyir Allah Taala neynəmsənsə hesab kitab eləyəcək səni. İnnallaha səriul hesab. Əvvəli belədir də hesab kitab var və bu mövzu Allah tərəfindən insanlara çatdırılır və bu mövzu ilə Allah insanları qorxudur və bilin ki, Allahdan başqa bir ilah yoxdur, haqq ilah yoxdur, yalnız odur və bu mövzuda ulul əlbab, ağıl sahibləri xatırlasınlar bu mövzunu. Xülasə, Allah Teala bu ayədə insanları başa salır ki, hesab kitab var. Özdə Allah Teala hesab kitab edəcək, elə belə keçməyəcək. Yəni, insan əməllərinə gələk diqqət eləsin. Əməlləri və uyğun hesab kitabın olacaq. Ona görə bir yerdə Allah Teala buyurur, su'ul hesab, pis hesab kitab edəcəm. Pis hesab kitab nədir? Sən əgər bu dünyada pis hesab kitab eləmsən, Allah da deyib pis hesab kitab edəcəm. Burada belə olmuşsan, orada deyil, səndən elə davranacaqlar. Bəzi vaxtlar insan çətin insandır, görmüşsün insanlar. O qədər. Məsələn, mənə niyə dəvətnamə axırda verdin, əvvəldə vermədin? Niyə səs atdın, nə bilim, yazdın ya səs atmadın? Niyə mən üçün gələndə qalxmadın? Da belə də yorub da, özü də yaşamır, qoymur yaşayanlar da yaşasın. Qəliz adamlardır. Birində mən deyim, niyə mənə hacı demədin? Beləsi var, adı ilə səslənir, adam indi münasibət yaxındır deyə. Deyirəm, mən o boyda yol geyib gəlmişəm, bir ətək pul tökmüşəm, mənə niyə hacı demirsən sən? Faktı deyirəm. Bəli, var. Bu da var. Bu ayədə, davam edeyim. Bu ayədə səriyul hesabdır, sürətli hesab. Sən demiş ki, bəzi hesab kitablardır, pis hesab kitabdır. Hədisdə var, Allah pis hesab kitab eləməz ki. Allahın pis hesab kitab eləməsinin mənası ədalətli hesab kitabdır. Ədaləti ilə davransa elə bir pis hesab kitabdır, evimiz yıxıldı. O da nə zaman olur, sən necə davranmırsan, elə davranır. Amma yox, insanlarla rahat keçinsin, hesab kitabın da orada rahat olacaq. Mən bir də bugün hədis oxuyurdum, çıxdı qabağıma, maraqlı idi. Ramazan ayı haqqında idi. Dedi, əgər bir insan, məsələn, bir şirkəti var, nə bilim, bir zavodun yiyəsidir, bir holdingi var, Ramazan ayında işçilərə qarşı biraz rahat yanaşsa, məsələn, görsən yorğundur, bəlkə bir saat tez buraxa bilirsən, buraxasan, geçsin iftarına, hədis budur. Rahatlıq versən onlara, xəffəfəllah aleyhi yevməl qiyamə. Allah da qiyamət günü səndən asan keçinər. Asan hesab kitab edər. 5-6 nə məsələn, ikisinə üçünə baxar, ikisini neyər, atar qıraxa. O işçilər də o rəisin başına and içərlər. Hə, o da öz yerində də. Xülasə gəldim, çatdım, ayədə deyir ki, bu bir bəlağdır insanlara və insanlarla, bunlarla qorxudulurlar, yəni nəticə çıxartmalıdırlar və bilməlidirlər ki, ondan başqa ilah yalnız odur və ağıl sahibləri inəsinlər, xatırlasınlar bu mövzuları. Bəli, gözəl. Yaxşı. Bəli, Allah razı olsun, Allah o müdirləri, o rəisləri həqiqətən salamat edəsin. Biz bəzən baxırıq, görürük, bəzi işçilər, bəzi dostlar var ki, öz rəislərindən həqiqətən də dua edirlər onlar üçün. Çox bu ürək açan bir şeydir də. Məsələn, onları götürüb aparır iftar süfrəsinə, iftar təşkili onlar üçün mübarək Ramazan ayında falan. Elə insanı sevərlər, elə insanın məsələn işini də axsamağa qoymazlar. Məsələn, rəis yoxdur da burada da yola verək onun işini falan eləməzlər də, can qoyarlar, onun da işi qabağa gedir. Biz bu dəfələrlə biz şahid olmuşuq da bunu. Yoxsa rəis onları əziyyət eləsə, incitsə, qiyamətdə haqq hesabı var, bu başqa.
Burada onun işi də yaxşı getməyəcək, düzəməlli getməyəcək. Doğrudurmu? Düz. Deməli, Fərid yazır, salamün əleykum, dəyərli hacılar, Allah sizdən razı olsun. Şura surəsi 42-ci ayə 51 də yazıb, sonra başa düşmədim nədir? Şura surəsi neçə? Şura surəsi 42, ayə 51. Mən 42... Demək istəyir ki, 42-ci surətdə başa düşdüyüm qədər. Hə, tapdım. Hə, olar. Tapdınız deyir. Ayə 51. 483. Ayədə 51. Bəli. 483. Yaxşı. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ayə 51. وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمَهُ اللّٰهِ إِلَّا وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولٍ فَيُوحِي بِإِذْنِهِ مَا يَشَاءُ إِنَّهُ عَلِيٌّ حَكِيمٌ. Bu ayədə Allah Taala deyir ki, bəşərlə üç cür danışar Allah. Üç cür danışıq üslubu var Allahın. Əllamə belə izah verdi. Əl-Mizan yadında qalan. Deyir ki, وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمَهُ اللّٰهِ إِلَّا وَحْيًا. Vəhiy birbaşa danışmaqdır. Deyir ki, beduni vasitə, yəni bir vasitə yoxdur ortada, birbaşa danışır bəşərlə. Əv min vərəi hicab, yəni nəsə bir daşdan, ağacdan, kənardan bir səs gəlir. Əv, bu hər nə səs eşidən deməsinə Allahdan, o şeytandan dolar. Yəni Allahın danışığı üstü, məsələn, Musa necə danışdı, səs gəldi bir yerdən. Əv yursil rəsulan, ya bir elçi göndərər, elçinin vasitəsi ilə danışar. İndi rəsullar da geniş götürmüyorlar. Peyğəmbər ya bir mələk vasitəsilə. Çünki mələyi də görsən insandan təmasda olan Nəhcübədə Əmrül Momin deyil, mələk əlbəl görüşər bəzi insanlarla. Və safəhəthumul mələikə. Adamın da əli mələyin əlinə deyilsə, onun əlində tutduğu qələm bərəkətli olar. Allah o qələmə nə deyər? Deyər, bəli, qələmi. And olsun o qələmə, o qələmin yazdıqlarına. Və bir yerdə buyurur, fəvəynul-ləzinə yəktubunəl kitabı biəydihim. Bir yerdə vay olsun bəzi əllərə, bəzi qələmlərə ki, Allaha iftira elədilər. Öz sözlərini Allaha nisbət verdilər. Bəzi vaxtlar deyib belə, bəzi vaxtlar deyib belə. Xülasə, üç cür danışılma üslubu var. Biri budur ki, birbaşa, ikincisi budur ki, vinvərahicə bir vasitə ilə, bir dənə də yursil rəsulən ki, bir elçi göndərər. Bu danışığı da Allahın bəşərlə. Bəli. Növbəti sual Aytac Həsənova. Salam hacı, Allah sizdən razı olsun. Biz ibadətlərimizi necə etməliyik ki, vərdişə çevrilməsin? Hər gün gecə namazı qılıram, istəmirəm vərdişə çevrilsin. Bir də ailə müşkülüm var, mənim üçün dua edərsiniz. Allah sizin ailə müşkülünüzsə həll eləsin, bu duamdır. Sağ olsun, həqiqətən mənəviyyat haqqını düşünür. Bəzi vaxtlar ibadət, itaət vərdişə çevrilir. İstəmirsənsə vərdişə çevrilsin, cəmiyyətdə insanlarla ünsiyyət və diqqət elə. Hədisdə var ki, baxmayın insanların o rükusunun, səcdəsinin çox olmasına. Baxın, görün, əmanətlərinə xəyanət eləmirlərmi? Baxın, görün, vədlərinə əməl edirlər. Mühüm meyarlardan biri budur. İnsan onlara diqqət eləyəndə ibadətinə təsirini göstərəcək. İnsan başqasının haqqını zayi eləyəndə namazından da ləzzət almayacaq. İnsan evində yaxşı olmasa, anası ilə, atası ilə ünsiyyət, ana ata balaya zülüm eləsə, onun qıldığı namazda da nə olmayacaq? Zövq olmayacaq. İnsanlarla yaxşı ünsiyyət qurmamaq Allahla da ünsiyyətin korlamasına səbəb olur. Namaz da Allahla ünsiyyətdir. O ünsiyyətləri düzəlt ki, bu ünsiyyət gəlsin, düşsün yerinə. İnsanların haqqına girmək, adi məsələn, yol sürürsən, maşın sürürsən, bəzi adama görsən, ki, haqq bilmir. Gəldi keçdi bunun qabağına, onun qabağına, aləm deyir. Sən bu tələsirsən, hara tələsirsən tutaq ki, bilir, amma da kimsə haqqına girmə. Hara tələsirsən tutaq ki, namaz qılma, o namazdan sən zövq ala bilməyəcəksən. Misal deyir, amma kimsə haqqına girməyəsən. İnsanlarla ünsiyyətə diqqət edin, Allah özü ilə olan ünsiyyətdə sənə bir eşq və zövq verər. Bir dənəsini dedim. Bəli, gözəl. Şahana Əliyeva. Salam, dəyərli əziz qardaşımız. Hacı, Allah sizi qorusun, mübarək Ramazan ayının ilk cüməsidir. Allah dualarınızı qəbul eləsin. Bilmək istəyirəm, Allahın tərifi necə olar? Allah bir bəndəsini necə tərif edər? Allah tərif necə edir? Yəni, tərif nə mənada? Bu, Quranı bir mövzu kimi deyirsizsə, deyirlər, Allahın bəşərə ən böyük sözü onun mənim bəndəm deməsidir. Yəni, sən mənim bəndəmsən. İbadi. Hə, ibadi. Yəni, məsələn,
deyir, İzə səaləkə ibadi, bəndələrim. Deyirlər, o bəndə, mənim bəndəm deməsi. Bir var, məsələn, deyir, ya eyyuhəllədinə aminu, ay möminlər, əyyuhənnas, ay insanlar. Deyirlər, ən mühüm budur ki, deyəsən, mən bəndəmsən. Allah hətta bir neçə yerdə günahkarlara da deyir, ya ibadiyəllezina əsrafu alə anfusihim, ey ömürlərini israfda keçirən bəndələrim. Bir də var ki, məsələn, hardan bileyim ki, Allah mənlə indi ünsiyyəti yaxşıdır. O da həyatıma baxmaqla görə bilərsən də, yəni necə yaşayırsan, Allahın buyruqlarına nə qədər ciddisən. O bir nəfər gəldi məsuma dedi ki, sizin yanınızda biz necəyik? Yəni mənim sənin yanında olan hörmətim nədir? Dedi, bir dənə özünə bax, mən sənin yanında necəyəm? Oradan çıxardarsan. İndi gətir bu mövzunu Allah. Allahın yanında necəyəm? Bax, gör Allah sənin üçün nə qədər? Nə qədərdir? Bir nəfər sənə Allaha and verəndə bağışlaya bilirsənmi? Yaxşı. Allahın buyruqlarının vaxtı yetişəndə televizori söndürüb, serialı söndürüb namazı otura bilirsənmi? Edə bilirsənmi bunu, yoxsa edə bilmirsən? Allah xatir özün istəmədiyi üçün əksinə gedə bilirsənmi? Deməli, Allah sənin üçün çox mühümdür. Deməli, sən də Allah üçün çox mühümsən. Bu da ikinci tərif. Gözəl. Aliyeva, salam hacı, evdə qaynatam içki içəndi, yoldaşım içmir, bir oğlum var, hələ 3 yaşı var, amma gələcəyə üçün narahatam. Babası birdən öyrədər içməyə. Əgər elə olsa, boşanaram deyirəm, günah etmiş oluram mı? Boşanmaq lazım deyil ki, niyə boşanırsan? Qaynatasından söhbət edir, yoldaşım içmir, boşanmaq lazım deyil. Övladınızı indidən başa salın ki, içki pis bir şeydir, atadan təsirlənir daha çox və onun pis tərəflərini, ziyanları haqqında danışsın, misal üçün, və yaxşı tərəflərə yönətsin ki, o pisliklərdən uzaq keçsin. Deyir, yoldaşım içmir, qaynatam içir. Buna görə İnşallah Allah övladınızı öz nəzərinə saxlasın. Boşanmaq lazımdır. Elnur Məmmədov, salam hacı, qəlbi necə təmizləyək? Qəlbi necə təmizləyək? Hədis belədir, deyir, qəlbin cilası, parıldaması zikrullahdır, Allaha zikirlə. Qəlbi təmizləməyin bir yolu zikrullahdır. Aşaq qəlbi bir zikrikə, dualarda var, qəlbim sənin zikrinlə yaşayır. Hədisdə var, Allaha zikr etmək həyatul qulub, qəlbin diriliyidir. İnsanın zikirləməsi ilə qəlbin neyniyər? Get-gedə o çirkliyini təmizləyər. Şükran Əzzov, salam hacı, Allah oruc və ibadətlərinizi qəbul etsin. Evlənəcəyim xanıma hicab barədə maarifləndirdikdən sonra şərt qoya bilərəm. Əgər razı olmasa nə etməliyəm? Şərt nəyə şərt bilmədim ki? Yəni hicab bağlasın da, mütləq mən izah versin, başa salsın, mahiyyətini aşılasın, hicabı sevdirsin, o belə deyək, nə qədər mühüm olduğunu və Allah üçün hicab mövzusunun nə qədər əhəmiyyətli olduğunu başa salsın. Şimdi o cürünə izah versin və inşallah onu da hicaba dəvət eləsin. Hicab haqqında yazılan kitabları, məsələn, oğlan özü də oxusa, nə gözəl, oğlan oxusun ki, başa salsın. İndi ola bilər xanıma da versin kitabı ki, bax, oxu, mahiyyətini bilmək üçün. Çünki o qədər kitablar yazılıb bu sahədə, həqiqətən də baxırsan, nə qədər əzəmətli sözlər deyilib də. Mən inanmıram ki, bir xanım onu oxuya və fikirdən daşı, yox, boş şeydir, mən niyə özümə əziyyət edirəm, məsələn də bu fikrə dala. Yəni, o kitabı oxuyandan sonra özü istəyəcək bağlasın canlı dildən. Samil, yəqin Şamildir, Samil Aliyev yazılıb. Samin də var da ad. Samin adı var da. Samil. Yaxşı, keçək. Yəqin Şamildir. Salam cüməniz mübarək. Biz günahlarımızın bağışlanması üçün istiğfar etdiyimiz halda günahsız olan Peyğəmbər və imamlarımız niyə istiğfar ediblər? Bunu Ramazanın ikinci ya üçüncü günü... Mən ikinci, üçüncü gecəsində izah verdim ki, o bir cavab bu idi ki, onlar istiğfar ilə günah eləməsindən. Birini də bugün deyim. Deyin, yaxşıdır. Onlar nə iş görürdülərsə, sonra Allahın camalına baxırdılar, sanki deyirlər ki, bu sənin üçün çox azdır, bağışla bizi ya Rəbbəl aləm. Bir dənə də belə izah verirlər. Yəni, nə iniriksə, sənin üçün azdır, sənin dərgahında. Bir növ,
özlərini Allahın huzurunda necə bilirdilər? Hər halda üzr istəyirdilər Rəbblərindən. O görürsən, məsələn, biri misal çəkirəndə, tutaq ki, ayağı sınıb, evdə oturub. Normalda insanlar gəlir, gedir, oturub da, qalxa da bilmir axı yerdən. Bir dəfə əzəmətli bir insan gələndə, içəri girəndə, bu deyir, mən səndən üzr istəyirəm. Niyə üzr istəyirsən? Ayağa qalxa bilmirəm də. Axı, onsuz qalxa bilmirsən, niyə üzr istəyirsən ki? Amma onun əzəməti səbəb olur ki, bu edə bilmədiyi işə görə də üzr istəyir. Yəni, bu, qalxa bilmirsən. Onun əzəməti bunu vadar eləyir. İnsan da bəzi vaxtlar gedir, bir yeşir ki, Allahın o cəlalı, cəmalını görür, baxır ibadətindən deyir, yox, bu deyil. Yəni, o, sən hara? Yəni, hər an Allahdan neyinir? Allah huzurunda özünü bu cürünə əli boş görür. Hacı, əl-üləma o vərəsətül ənbiya. Alimlər, Peyğəmbərlərin varisləri. Bu alimlər, imamlar nəzərdə tutulur. Yəni, zirvəsi olardı. Amma alimlər də bəli, alimə də aiddir. Nəyə görə dedim biz? Yəni, əziz Peyğəmbərimizə və Əhl-i Beytin özlərinə, məsələn, gəliblər, bir vaxt sual veriblər, bir cavab verib. Sonra başqa vaxt gəliblər, həmin sualı veriblər, tam başqa bir cavab alıblar. Ötən həftə bu suala siz rəf məsələsi ilə demişdik, bəli. Cavab verdiniz, amma indi də başqa. Allah kim olsun. Allah razı olsun, elminizə bərəkət versin. Təşəkkür. Salam Hacı, kitablarınızı haradan əldə edə bilərəm? Kitablar xət nəşriyyatından. Yazmışdıq. O gün admin göndərmişdi mənə, elan elədim. Xət nəşriyyatından əldə edə bilərsiniz. Əzizlərimiz nömrəsini də göndərsələr, mən buradan elan edərəm inşallah. Əli Əliyarov, salam, tövbəni pozmaq cəzası varmı? Cəzası ola bilər, olsun. Geç, sonra tövbə eləməsin. Tez tövbə eləməsə. İndi uzatsa, tövbəni pozmusansa bir günahdır. İndi o günahın əvəzində tövbə elə. Bu bir. Bir də bəzi vaxt ola bilər ki, Allah bir şəfqət şiləsi vursun ki, belə eləmə də. Da olmadı ki bu. Mümkündür. Amma ola bilər ki, neyər? Keçər Allah. Bir dua var. Deyir, la tuəddibni bi uqubəti ki, Allah məni bəla ilə ədəbləndirmə. Mən sənə qurban olaram. Məni neynə? Məsələn, moizə ilə ədəbləndirir, nəsiyyət ilə ədəbləndirir. Amma bəzi vaxt bir yetişir ki, bəşər onu haqq edir. Axırda ata görsən, bir övlada axır bir qulağın vurur, bala. Bir deyir, iki deyir, üç deyir, görür, alınmadı. Amma bir başa sayı olmazdı, bu getdiyin səhv yoldur. O axırdakı vəziyyətdir, bəli. Qulağı vurmaq ən yüngül versiyanıdır, düzdür, Hacı. Rəsul Məmmədov yazı, salamün aleyküm, Allah can sağlığı versin sizə. Tatu, döymə, dəstəmaz almağa manidirmi? Namaz qılmağın problemi varmı? Fikri məsələ olduğu üçün sualım var, verilişinə müraciət etsələr. Bəli, ora müraciət etsinlər. Tatu amma dəstəmaza mani deyildir. Bəli. Bəyənilən bir şey deyil. Hümbətov yazı, salamün aleyküm. Hacıya bir təşəkkür borcum var. Allahın izni ilə, onun vasitəsilə ibadətə başladım. Xütbələrinin birindən təsirləndim. Allah sizi var eləsin. Sevindirdin məni. Allah sevindirsin səni. Çox sağ ol. Sadiq Məmmədzadə. Salam Hacı. Ev olmayanlara dua edin. Zəhmət olmasa Allah köməyiniz olsun. Allah ev olmayanlara ev nəsib eləsin. Fid dunya və fil axirə. Rabbana atina fid dunya həsənətən və fil axirəti həsənə və qina əzabən nar. İlahi, mənə həm dünyada, həm axirətdə verginə. Allah bu dünyada sənə beyt, ev nəsib eləsin. Orada da Əhl-i Beytlə birlikdə olmaq nəsib eləsin. Amin inşallah. Sadiq Kəlbiyev, salamün aleyküm, gözəl qəbli insanlar. Tövbə etmək üçün nə etmək lazımdır? Namazın deyərdi, zəhmət olmasa. Namazına ehtiyac yoxdur, mənim qardaşım. Elə peşmançılığın keçmişdə elədikləri və doğrudan peşman olasan. Bir var, peşman deyil, gəlir danışır da, qardaşımın vaxtları olub deyir. Bu qardaşımın yaxşı da vaxtları olmayıb, amma başlayır danışır. Bu görən bu peşman olmayıb. Doğrudan peşman olmuşsan, da bir gəlib danışmaq ilə və indi boynuma düşür, bundan sonra neynəməlisən, onu elə. Bu oldu tövbə. Tövbənin bir keçmişin əlaqəsi var, bir gələcəyin əlaqəsi var. Keçmişi peşmançılıqdır, gələcəyi də hərəkətdir, iradəli olub, bir qalxayağa boynuma düşənlər icra. Mirzə Hüseyin Qasımov, salam əziz hacılar. İnqita və kəmaləl inqita nədir?
Dostlar, bəzən sual verir ki, hardan bilirsən hədislər dəyişdirilməyib, bunu necə sübut edə bilərik ki, hədislər düzdür. Mirzə Hüseyn Qasımov bizim daimi izləyicimizdir. Artıq bununla neçənci sualdır verir, özü elə maşallah, elə suallar tapır, elə terminlər gətirir. Maşallah olsun, elmli də birisidir. Sağ olsun. Kəmalul inqita mövzusu var. Əxlaq alimləri bəhs edirlər. İnsan bir yerə gəlir, yetişir ki, tamamən bütün bağlıqlardan qopur. Heç nə qalmır. Ənaniyyət hətta belə itir. Gəlir, bir yerə yetişir ki, özünü daha görmür. Nəinki yox olmur, öz yox olmaz. Yoxluq ədəmdir də. Özünü daha görmür. Bir dənə bağlantı nöqtəsi yoxdur ki, oradan şeytan hücum eləsin, yıxsın, aparsın. Başa-düşürsən? Yəni, çəkib onu aldada bilmir. Bu kəmalul inqitadır. Tamamən qopub hər şeydən. Vəsl olub tohidə. İkinci sual nə idi? İkinci sual, dostlar bəzən sual verir ki, hardan bilirsən hədislər dəyişdirilməyib, bunu necə sübut edə bilərik ki? Onun hədis elmi var, danışmışıq, rical elmi, dirayə və s. Orada bəhs olunur və alimlər hansı hədis səhihdir, hansı hədis mürsəldir, hansı hədis zəifdir. Bu bir bəhsləri var. Həsən, əhsən, belə bir mövzular var ki, orada bəhs olunur. Hacı, gözəl toxundunuz. Bu Mirzə Hüseyn qardaşın birinci cavabına dediniz, özünü görmür. Yəni, bunun əksi də var. Bəzi insanlar var. İndi o bəzi negativ hallar səsləndirir efirdən. Bu ola bilər ki, kimdə varsa o xüsusiyyət onu düzəldə bilər, islah edər də. Yəni, yaxşı bir hal kimi də demək olar da buna. Bəziləri hacı oturur bir məclisdə, ancaq öz problemlərini danışır, sadalayır, bir öz haqqında, özü haqqında, öz xasiyyəti haqqında, belə. Yəni, bu adam büsbütün istəyir ki, məclis bunun söhbətindən bəhs edəsin, bunun haqqında geçsin. Bu nədən irəli gəlir? Bu egoizmdən, egodan irəli gəlirmi? Özünü çox sevməkdən irəli gəlirmi? Yəni, tamamilə insan istəyir ki, diqqət buna ayrılsın. Bəzi ailələrdə də belə var. Xanım ancaq istəyir ki, ancaq bunun başına pərvanə kimi dolansın, ancaq bu və yaxud da ər də istəyir ki, elə xanım bunun başına fırlansın. Yəni, bu ər-arvad arasında münasibətində də var, görünür və eyni zamanda dostlar arasında da var ki, ancaq deyir ki, məndən danışın da. Yəni, söhbət fırlanır, fırlanır, yenə də söhbəti gətirir, özünə çəkir, öz xüsusiyyətlərindən danışır. Mən bilirsiniz. Bu nə dərəcədə doğru? Başa düşdüm. Birinci, belə bir insanı bu hubbuzat, özünə olan sevgidən qaynaqlanan düz istiqamət vermir. Belə insanlar da itirirlər ətrafını. Məsələn, ünsiyyətlərdə deyirlər ki, məsələn, psixologiyada belə bir mövzu var. Deyir ki, dostluq ünsiyyətlərində çalış ki, yalnız öz məsələləri var açmada, imkan var, o da dərdin deyə bilsin. Sən hələ özünü gətirsən, qoysan mərkəzə, hələ həmişə öz məsələləri önə çəksən, ön plana çəksən, da cəmaatın elə bil səndən daha niyə ünsiyyət qursun? Onda bir dərdi var idi, onda bir fikri var idi. Və sən onun fikrinə əhəmiyyət vermirsən sanki. Bu bir egoizmdən xəbər verir. Daha bu özünə olan sevgi çevrilib egoya, egoizmə. Bu bir. O, bəzi adamlar ki, özünə o qədər çox danışır, onun kökündə bəzi vaxtlar şəxsiyyət böhranı da ola bilər. Hələ özünü isbatlamaq istəyir, hələ özündən danışır, mən belədim. Nəsə ola bilsin, ya o bir boşluq yaşayır, hamıya aid deyil, ola bilər. Təbii. Özünə istədiyi diqqəti görməyib və buradan çıxıb başlayıb neynəmə, özünü qabardıb önə verməyə. Bu insana belə başa salmaq lazım, belə edici dair sən gözə düşürsən. Nə ki, diqqət mərkəzinə gəlirsən, diqqət mərkəzinə daha da uzaqlaşırsan. Çünki o birisi nəyi var idi? O birisi cəhətdən baxanda insan bilsəydi ki, məsələn, yəni belə yanaşmasaydın, bəlkə də o ətrafında olanlar bir qismi də qalacaqdı. Amma indi get-get onları itirə-itirə geyirsən. İnsan gələ bir addım atanda hər tərəfli baxmağı bacarsın. Quranda 2 dənə termin var. Biri suuddur, biri rəfədir. Yərfəullah, Allah ucaldır bəzi insanlar. Yərfəillah gəlib deyəsən orada. Bir yerdə deyir ki, iləyhi yəsədu kəlimut teyyib. Suud edir insana Allahın kəlamları. Suudda qalxmaqdır, rəfdə qalxmaqdır. Suudla rəfin fərqi nədir? Suud adam ki, dağa qalxır, bəzi vaxt başını yuxarı qaldırıb baxa-baxa qalxır.
Buna ərəblər suud deyir. Rəfdə qalxmaqdır, amma aşağı baxa-baxa qalxırsan. Quranda həm suud gəlib, həm rəf gəlib. İnsan gəlib həm yuxarıya da baxsın, bu mənada ki, özündən öyünməli, nə qədər qabaqda yol var. Aşağıya da bax ki, nə edə bilərsən, bir də çaşarsan, düşərsən aşağıya ya. Bir dənə büdürəyərsən, gedərsən aşağıya, ehtiyatlı ol ki. O bir nəfər alimin yaxşı bir sözü var, zirvənin ən böyük pis tərəfi bilsən nədir? Zirvədə olmağı. Deyir, nə? Deyir, insan özünü görməli, müşahidə edir. Özünü undur. Adam zirvəyə çıxanda baxıraq ora, bura. Hər yerə baxır, bir də özündən başqa. Bir dənə özünə tərəf gözü çəksə ki, görüm, mən özünü bir xatırlasa, öz zəifliklərini görsə, nöqsanını görsə və başa düşsə ki, bunu bura qaldıran Rəbbin lütfu olub, bunlara bir baxsa, ona Quran deyir, nəsiyə xəlqə, özünü unutdu. Mən qayıdım mövzuya. Bu, hər tərəfli baxmaq məsələlərə. Bəzi vaxtlar bu istəyir ki, bunu çox istəsinlər, diqqət mərkəzinə gəlsin. Əslində, sən bu addımın diqqət mərkəzinə uzaqlaşırsan. Adam çox danışanda yorulur da. Düşürsən. Məclisdə görürsən, bəzi oturursan, hey danışır. Üzvü bu təvcihini vurur əlinə, eşidirsə, bildiyi də Allah sənə kim olsun. 5-10 dəqiqə imkan ver, o birisi də danışsın, o birisi də qulaq. Bu da bəlkə sənin bir sözü var. Bu da bəlkə bir dərdi var. Bir imkan verir ki, yorma bu qədər insanlar. Azizim qəşəng dediniz, o vurur adamı belə. Yadıma nə düşdü? Bir nəfər dostlardan biri danışır, deyirdi ki, bir sürücü maşın sürürdü, biri də onun yanında oturub, olur axı belə bir adət olur da, deyir, əlini vaç vurum da, yaxşı bir söz deyəndə. Bu da sürücü heç tanımır, sürücü sürür, bu da nəsə danışır, gülür, bunun əlini deyir, əlimi vur, bura vurur, bu belə 2-3 dəfə axırda əlini belə qoyur, deyir, qardaş, bura qoymuş, amma sözünü vurarsa. İndi daha bütün gün belə insanlar da olur da. Hacı, bir neçə dəqiqəmiz var. Bunu da əlavə eləmək istəyirdim, Qurbanım. Dünyanın ən böyük mütəfəkkir filosoflarından biri bizim əzizimiz, belə deyək, Seyyid, Peyğəmbər övladı Əl-Mizanın sahibi də. Məsələn, siz də onu dəfələrlə demişsiniz, ondan nümunə gətirmişsiniz ki, Əl-Mizanı yazanda, o deyir, xanım gətirərdi çayı, o qədər asta-asta qoyardı ki, mənə mani olmasın, məni, yəni ki, fikrimdən ayırmasın da. Yəni, burada görünən odur ki, məsələn, bu kişi ömrünü sərf edib bu kitaba, elə Əl-Mizana deyək və digər onun nəhəng əsərləri var da. Ömrünü sərf edib bu mütaliə və yazmağa, kitaba, dəftərə filana, bu Qurana. Görünən odur ki, diqqət ayıra bilməyib də o qədər də. Amma onun ən dəyərləndirməsi özünün moizəsində də var da, yəni ki, özünün sözündə də var ki, deyir, mən xanıma borcluyam da bu Əl-Mizan ərsəyə gəlməsində. Yəni, diqqəti verir axırda. Yəni, bu məsələlər nəzərə alınmalıdır. Əlbəttə, çox gözəl dediniz. Deməli, biz haradasa, vaxtımız biraz var, suallara yenə də baxaq. Xanım Muradova yazır, salam hacı, sabahınız xeyir olsun. Mən Kərbəlaya getmək istəyirəm, amma hələlik imkanım yoxdur. Gecə-gündüz göz yaşımla bacara bilmirəm. Bu həsrəti biraz da olsa necə azalda bilərəm? Məsələn, Allah dostlarının qəbrini ziyarət, məsələn, Həkimə xanımın ziyarəti. Özü bir dənə bizə böyük bir dənə lütflərdən biridir. Allahın neymətidir. Allahın neymətidir. İmam Hüseynlə bağlı dualar oxusun. İmam Hüseynə aid olan dualarla ünsiyyət qursun. İmam Hüseyn məclisləri olanda iştirak eləsin. Bu cür nə? Hələ onları etsin, Allah o birisi nəsib eləyər. Sabah cümə xütbəsi olacaqmı? İnşallah. Sabah deyəndə ki, bugün də. Həm də indi yatıb duranda biz sabah deyirik də ona görə. Bəli, cümə xütbəsi öz yerindədir. Allaha nəsib eləsə, dua elin, sağ qalaq, ömür versin. Cümə də öz yerində, axşam da öz yerində. Cümə də Allah nəsib eləsə 2-15 dəqiqə işləmiş. Mövzumuzdur ki, münacatdır. Yenə də davam eləyəcək. Allah nəsib eləsə. Günlar Sadıqova yazır, salam, sabahınız xeyir olsun. Hacı, mənim immunitetim zəifdir. Hal-hazırda da xəstə olmuşam. Qızdırmam da çıxıb. Evdəkilər danlayır məni, nə etməliyəm? Yəni, oruç tutmaq istəmir. Yəni də tutum tutmayır. Ciddi ziyanı varsa tutmasın da mən nə deyim? Yəni, özləri təyin eləsinlər. Olmazsa tutmasınlar. Bəli. Elton Bərdə, salam, uşağı 7 yaşınacan sərbəst buraxmalıyıqmı? Çox nadincdir. Uşaq 7 yaşına qədər o hədisdən çıxarır şeylər. Biraz ona azadlıq vermək lazımdır, amma bir çərçivədə. Yəni, məsələn,
diqqət mərkəzində də, o çərçivənin içində da boş buraxsın, bir aləm vurar bir-birinə. Amma müəyyən qədər o şəxsiyyətinin formalaşması üçün biraz azadlıq da verəsən ki, o ilk vaxtlardır da ki, məsələn, orada bir özünə də get-gedə güvən də yaransın və s. Amma yeni çərçivədə nəzarətə saxlamaq lazımdır. İsra surəsinin 54-cü ayəsində buyurulur ki, əgər Allah istəsə, sizə rəhm edər, istəsə də əzab verər. Bəs bu ədalətdəndirmi? Allah istədiyinə belə də ayə, istədiyinə rəhm eləyər, istədiyinə əzab verər. İstədiyinə rəhm verər, bu demək deyil, elə ürəyim belə istəyir, belə eləyirəm. O mənada deyil. Allahın istəyi hikmətindən qaynaqlanır. Allah bir iş görəndə hikmətlə iş görər. Hikmətsiz iş görməz. Boş iş görməz Allah Teala. Bunun bir mənası budur. Yəni, istədiyini eləyər. Yəni, bu demək deyil, nə istəyər eləyər. Amma hikmətlə eləyər. İstəyi. Bir cavabıdır. İkinci də budur ki, Allah istədiyini eləyər. Heç kəs onun qabağında dayanıb onu məhdud edə bilməz. Biz elə dedik ki, bəzi şeylər istəyirik eləyək, maniyələrimiz var. Fəlsəfədə bir mövzu var. Bir mani məfqud, əl-muqtəzi mövcud. Deyir, bir şeyə eləmək istəyən tutaq ki, sən bunu yandırmaq istəyirsənsə, dəmir yanmayacaq da, kağız yanar. Amma kağızın yanması su üstündə nə olsa, yaş olsa yanmayacaq. Maniyə var da, düzdür. Bizim də həyatımızda bəzi addımlar atmaq istəyir, maniyələrlə özləşirik. Amma Allah üçün heç bir maniyə yoxdur. Allahın qabağına heç kəs ala bilməz. Allah istədiyini eləyər, yəni bu mənada. Leyla xanım yazır, soruşur, salam, Allah sizi var eləsin, qızım üçün dua edin, görmür və yerinmir. Allah şəfa versin, Allah özü lütf eləsin, Allah mərhəməti və Allah uzun üzərində olsun inşallah. Amin. Kəmalə Yusiflə salam, həyat yoldaşımın qəlbin qırmışam, necə edim ki, Allah məni bağışlasın. Özü ilə məsələni həll eləyin, özü ilə yaxşı ünsiyyət qurun, bərpa eləyin ki, qəlbinə yol tapın inşallah. Bəli, çox gözəl. Hacı, inşallah dua bitiririk. Bəli, dua edeyim, bitirək. Allahümmə inna nəs'əluki və nəd'uk bismikəl əzizil əzəm, əl-əcəllil əkrəm. Allah sənan verirəm izzətivə, cəlaluvə, kərəmivə, rəhmətivə, məhəbbətivə. Bu əllər ki, sən dərgahıva qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zühurunu təcil ilə. Amin. İlahi, bəhəqqi Fatimə qəlbimizdə olan duaları bizlərdən qəbul elə. Amin. Ya Rəbbəl aləmin, ekran qarşısına əyləşənlər var, əllərini sənin dərgahıva qaldırıblar bu gözəl anlarda, bu gözəl dəqiqələrdə. Sən and verirəm izzəti və cəlalıva, bu qardaşlarımın, bacılarımın dualarını qəbul elə. Amin. İlahi, müşkül onların müşküllərini tezliklə həll elə. Ya Rəbbəl aləmin, o kəslər ki, xəbər göndəriblər, dua istəyiblər, o qardaşlarımın, bacılarımın dualarını qəbul elə. Amin. İlahi, önündə Qədir gecələri gəlir, o gecələri yaşamağı bizlərə nəsib elə. Amin. O Qədir gecələrində ehya olmağı, ruhən dirilməyi bizlərə nəsib elə inşallah. Amin inşallah. Allah razı olsun. Allah dualarınızı qəbul eləsin. Hacı, var olasınız. Əziz və möhtərəm izləyicilər, hər gün sübh azanından 1 saat öncə bizi izləməyi unutmayın, dostlarınıza da xəbər verin. Allah hər birinizə yar olsun, ibadətləriniz qəbul olsun. Sağ olun. Fevral ayının 24-ü Ramazan ayının 6-cı günüdür. Ramazan ayının 6-cı günü üçün imsak vaxtı 05:57, iftar isə 18:40. Ramazan ayının 6-cı gününün imsak duası belədir. Tərcüməsi: İlahi, öz minnət və qüdrətinlə məni bugün sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə. Məni qəzəb şallaqları ilə vurma və məni bugün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu. İftar duası. Tərcüməsi: İlahi, səndən ötürü oruç tutdum. Sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlanma sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul eləsin. Onu da qeyd edirik ki, rayonlarda fərqli ola bilər. Təqvimdə dəqiq baxmağınızı tövsiyə edirik. Hər bir oruç tutanın duası iftar zamanı yerinə yetər. Ey iman gətirənlər,
Sizdən əvvəlkilərə yazıldığı kimi sizə də oruc yazıldı və qərara alındı ki, bəlkə ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən çəkinəsiniz. Bəqərə 183. Mübarək Ramazan ayı əldən getməkdədir. Bu mübarək ayın hər bir dəqiqə və saniyəsi qiymətlidir. Bütün ilahi dinlərdə orucun xüsusi yeri və əhəmiyyəti olmuşdur. Orucun fəzilətinə aid çoxlu hədislərimiz vardır. Tibyan. Allah Taala qüdsi hədisdə orucun əhəmiyyəti haqqında buyurur. İnsanların bütün işləri özləri üçündür. Orucdan başqa mənim üçündür. Mən özüm onun mükafatını verərəm. Oruc qalxandır. Ona görə də əgər oruc olsanız, pis və nalayiq sözlər deməyin. Fəryad çəkməyin. Əgər kimsə sizə nalayiq söz desə və sizinlə vuruşsa, ona deyin ki, mən orucam. Məhəmməd salavatullah canı əlində olan Allaha and olsun ki, oruc tutan ağzıyı Allah yanında müşrik iyindən daha ətirlidir. Oruc tutanı üçün iki zaman sevinclidir. Biri iftar zamanı və biri də Allahla görüşəcəyi zaman. Oruç tutanın bir neçə imtiyazları vardır ki, onlara işarə edək. 1. Oruc bədənin zəkatıdır. Hz. Peyğəmbər salavatullah buyurur, hər bir şeyin zəkatı vardır və bədənin zəkatı orucdur. Həqiqətən də oruc insanı, bədənini saflaşdırır və insanı Allaha yaxınlaşdırar. Oruc insan ruhunu paklayar və insanı daha itayətkar və müti edər. Oruc insanı kamala yoluna yönləndirər. Hz. Peyğəmbər salavatullah bu haqda buyurur. Oruc tutan həmişə ibadət halındadır, hətta əgər yatsa belə. Oruc tutanın duası qəbul olar. İmam Əli əleyhissalam buyurur, hər bir oruc tutanın duası olar və oruc tutanın duası iftar zamanı yerinə yetər. Hz. Əleyhissalam başqa yerdə buyurur, oruc tutan şəxsin yuxusu ibadətdir. Sükutu Allahı təsbih etmək və duası yerinə yetəndir. İmam Əli əleyhissalam buyurur, 4 dəstə vardır ki, duaları geri qayıtmaz və o zamana qədər ki, səmanın qapıları açılar. Duaları Allahın ərşinə gedər. Ata və ananın övladına görə etdiyi dua, məzlumun zalıma nifrinin etməsi, ümrə edən insanın qayıtmazdan əvvəl etdiyi dua, oruç tutanın iftardan əvvəl etdiyi dua. Oruç tutan insan dünya və axirətdə şaddır. İmam Sadiq əleyhissalam buyurur, oruç tutan üçün 2 şadlığı var. Biri iftar zamanı və biri də Allahla görüşə gedən zaman. 4. Mələklər oruç tutan insana dua edərlər. Hz. Peyğəmbər salavatullah buyurur, oruç tutan heç bir dəstə arasında yemək yeməz, hazır olmaz, məgər o halda ki, əzaları Allahı təsbih edər, mələklər ona salavat göndərərlər. Həqiqətən mələklərin salavatı həmin istiğfardır. İmam Sadiq əleyhissalam buyurur, hər kim orucunu gizlədər, Allah mələklərə buyurar ki, bəndəm atəşdən nicat axtarır, ona pənah verin. Allah mələkləri heç bir kəs üçün dua etməyə vəzifələndirməz, məgər oruc tutan üçün. Ramazan ayının müstəhəb gecə namazları, mübarək Ramazan ayında qılınan müstəhəb gecə namazları. 1-ci gün 4 rükət, 1 həmd, 15 ixlas hər rükətdə. 2-ci gün 4 rükət, 1 həmd, 20 qədir hər rükətdə. 3-cü gün 10 rükət, 1 həmd, 50 ixlas hər rükətdə. 4-cü gün 8 rükət, 1 həmd, 20 qədir hər rükətdə. 5-ci gün 2 rükət, 1 həmd, 50 ixlas hər rükətdə. 6-cı gün 4 rükət, 1 həmd, 1 mülk hər rükətdə. 7-ci gün 4 rükət, 1 həmd, 13 qədir hər rükətdə. 8-ci gün 2 rükət, 1 həmd, 10 ixlas hər rükətdə.
və namazdan sonra 1000 dəfə Sübhanallah. 9-cu gün 6 rükət şam və xiftən namazlarından sonra bir həmd, 7 ayət-ül kürsü hər rükətdə və namazdan sonra 50 salavat. 10-cu gün 20 rükət, bir həmd, 30 ixlas hər rükətdə. 11-ci gün 2 rükət, bir həmd, 20 kövsər hər rükətdə. 12-ci gün 8 rükət, bir həmd, 30 qədir hər rükətdə. 13-cü gün 4 rükət, bir həmd, 25 ixlas hər rükətdə. 14-cü gün 6 rükət, bir həmd, 30 zəlzələ hər rükətdə. 15-ci gün 4 rükət, bir həmd, 100 ixlas, birinci rükətdə. Bir həmd, 50 ixlas, ikinci rükətdə. 16-cı gün 12 rükət, bir həmd, 12 təkasür hər rükətdə. 17-ci gün 2 rükət, bir həmd, bir ixlas, birinci rükətdə. Bir həmd, 100 ixlas, ikinci rükətdə. 18-ci gün 4 rükət, bir həmd, 25 kövsər hər rükətdə. 19-cu gün 50 rükət, bir həmd, bir zəlzələ hər rükətdə. 20-ci gün 8 rükət, bir həmd, bir istənilən surə hər rükətdə. 21-ci gün 8 rükət, bir həmd, bir istənilən surə hər rükətdə. 22-ci gün 8 rükət, bir həmd, bir istənilən surə hər rükətdə. 23-cü gün 8 rükət, bir həmd, bir istənilən surə hər rükətdə. 24-cü gün 8 rükət, bir həmd, bir istənilən surə hər rükətdə. 25-ci gün 8 rükət, bir həmd, 10 ixlas hər rükətdə. 26-cı gün 8 rükət, bir həmd, 100 ixlas hər rükətdə. 27-ci gün 4 rükət, bir həmd, bir mülk, 28 ixlas da oxuna bilər hər rükətdə. 28-ci gün 6 rükət, bir həmd, 100 ayət-i kürsü, 100 ixlas, 100 kövsər hər rükətdə və namazdan sonra 100 dəfə salavat. 29-cu gün 2 rükət, bir həmd, 20 ixlas hər rükətdə. 30-cu gün 8 rükət, bir həmd, 20 ixlas hər rükətdə və namazdan sonra 100 dəfə salavat. Hansı hallarda oruç tutmaq haram yaxud da məkruhdur? Şəriətin ümumi məsələlər barəsində 5 hökmü var. Vacib tərk olunmasına icazə yoxdur. Haram tərk edilməsi tələb olunur. Müstəhəb vacib deyil, amma icra etsən savabı var. Məkruh tərk etsən yaxşıdır, amma yerinə yetirmək haram deyil. Mübah nə cəzası var, nə də mükafatı. Oruc bəzi vaxtlarda vacib və ya müstəhəb, bəzi hallarda haram və ya da məkruh olur. Bir neçə hal var ki, oruc tutmaq müsəlmana haram olur. Fitir günü Ramazan ayı qurtarıb Şəvval ayının 1-ci günü olur. Həmən günü qəsdən oruç tutmaq haramdır. Qurban bayramı günü, yəni hac mərasimi günlərində Zilhəccə ayının 10-da Minada qurban kəsiləndə bütün müsəlmanlar öz vətənlərində qurban bayramı günü qeyd edirlər. Həmən günü oruç tutmaq haramdır. Şaban ayının axırıncı günü Ramazan ayı niyyəti ilə oruç tutmaq, amma başqa niyyətlə tuta bilər. Qadının və övladlarının atanın izni olmadan müstəhəbbi oruç tutmaları, əgər zərəri varsa, haramdır. Amma vacib oruc və ya başqa vacib məsələlərdə atanın əlin icazəsi lazım deyil. Məkruh bəyənilməyən oruca gəlincə, Aşura günü orucu həmən günü Yəzid tərəfdarları zahiri qələbə qazanıb, İmam Əli və bütün yaxınlarının qətl etdikləri üçün şükür orucu tutdular.
İndinin özündə də bu adətlərinə davam edirlər və Ərəfə günü ilə Qurban Bayramı gününün olması arasında şək gedərsə, oruc məkruhdur. Ümumiyyətlə İslamda əsas olan işin özü deyil, əsas olan işin Allah Taala'nın istədiyinə uyğun yerinə yetirilməsidir.